Məhkəmələrdə, xüsusilə siyasi işlərdə təqsirləndirilən şəxslərin dilindən yalançı şahidlər, üzə duranlar ifadəsi tez-tez səslənir. Müstəqil hüquq müdafiəçiləri söyləyir ki, Azərbaycanda müstəqil məhkəmə sisteminin olmaması özü ilə birlikdə belə fəsadlar da gətirir. 2018-ci ildə həbs olunan AXCP üzvü Orxan Baxışlı söyləyir ki, o həbs olunarkən ətrafda heç kəs olmayıb və polis idarəsinə aparıldıqdan təxminən 2 saat sonra üzərində axtarış aparılıb. Buna baxmayaraq şahidlik eləyən şəxslərin onu gördükləri barədə yalan ifadə verdiyini söylüyor. Məlum oldu ki, həmin o şəxslərin özü biri vaxtilə narkotikaya görə, yəni narkotik istifadə etdiyinə görə həbs olunub və ondan bir müddət sonra əflə çıxıb çölə. Digəri isə polis axtarışında olan şəxs oldu narkotiklə bağlı. Yəni hər iki şəxsin özü narkotik bu bəlasından əziyyət çəkdiyi halda gəlib mənim üzümə narkobaronsan falansan, yəni biz səni gördüyün üzərindən narkotik çıxdığını deyə danışırdılar. AXCP üzvü deyir ki, şahidlər onun üzərindən tapıldığı deyilən narkotikin rəngini belə məhkəmədə düzgün deyə bilməyiblər. Yalançı şahid və ya xalq dilində üzə duran kimə deyilir? Beynəlxalq hüquq məqalələrində yazılır ki, belə şəxslər yalan ifadə verərək ədalətli mühakiməyə mane ola bilirlər və nəticədə günahsız şəxslər azadlıqdan məhrum ola və ya günahkar şəxs bəraət ala bilər. Hüquq müdafiəçisi Zəfər Əhmədov yalan ifadə verənləri bir neçə kateqoriyaya ayırır və iddia edir ki, bundan bir çox işlərdə istifadə olunur. Həbs edilənlərdən Tofiq Yaqublu, Azər Qasımlı, Zamin Salayev, Afiyəddin Məmmədov, Famil Xəlilov və başqa şəxslərin işlərini sadalayır. O əlavə eləyir ki, hətta bir şəxsin bir neçə işdə şahidlik etdiyi də məlumdur. Bu şəxslər öz iradələri əleyhinə istintaqın tələb etdiyini deməyə, gəlib məhkəmədə də həmən ifadəni verməyə məcburdular. Narkotik aslığı olan və yaxud hansısa cinayət işi olan, üzərində hansısa cinayət işi olan insanlar olur. Onları ya hədələməklə, ya indi hansısa bir güzəştlər əvəzində. İkinci kateqoriya bu işlərdə polis əməkdaşlarıdır. Məsələn, hər iki qolu şikəst olan Famil Xəlilov şalvarının dal cibindən çıxartdı, göstərdi bizə, halbuki əlləri işləmir. Şahidlər özləri öz ifadələrini təsdiq edə bilmirlər və yaxud istintaqda verdikləri yadlarında olmur və yaxud xəbərləri olmur. Müsəlman Birliyi Hərəkatının üzvü narkotik ittihamı ilə həbsdə olan Ələkbər Sadıqovun anası Natalya Sadıqova da deyir ki, onun oğlunun məhkəməsində şahidlik eləyənlər elə polislərin özü olub. Yəni polislərdən baş şahidi olmur. Əgər mənim oğlumu küçədən tutmuşdursa, narkotiklə bərabər, tutduğu məqamda, əgər maşından düşürdülərsə, küçədən keçən və ya mən də keçə bilərdim, siz də keçə bilərdiniz. Saxlayıb, məsələn, hal şahidi kimi qeyd edə bilərdilər ki, həqiqətən də biz ələkləri tutmuşuz polis olaraq və siz hal şahidi, gəlin bura, qol çəkin, polis işi, məsələn, məhkəmə gedəndə bu sizi dəvət edə bilərik. Saxta şahid ifadəsindən Avropa Məhkəməsinin Azərbaycanla bağlı bəzi qərarlarında da istifadə edilir. Məsələn, 2013-cü ildə İsmayıllıda kütləvi ixtişaşların təşkilində günahkar bilinərək həbs edilən İlqar Məmmədov haqqında qərarda deyilir ki, prosesə polis tərəfindən cəlb edilmiş şəxs bilərəkdən yalan və bir-birinə zidd ifadələr verib. Amma Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əli Məmməd Nuriyev deyir ki, təkcə bu nümunə ilə Azərbaycan məhkəmələrində yalançı şahidlərdən istifadə olunduğunu demək ağır iddiadır. O hesab eləyir ki, bunun üçün ciddi sübutlar olmalıdır və kiminsə belə şübhəsi olduqda müvafiq qaydada hüquq mühafizə orqanlarına müraciət edə bilər. Harada, hansı işdə, hansı şahid, hansı sübutla bu təsdiq olunur? Gərək bütün bunlar açıqlansın. Avropa İnsan Hüquqları Məhkəməsi isə belə yanaşmır. O hər işi ayrıca qiymətləndirir. Heç bir qərarda Azərbaycanda sistemli şəkildə yalançı şahidlərdən istifadə olunur kimi ümumi hökm yoxdur. İttiham sübutsuz səsləndirilirsə, bu artıq yox, siyasi və ya emosional müstəviyə keçir. Və burada daha çox siyasi çalarlar görünür. Yalancı şahidlərdən istifadə olunur. Demək üçün konkret sübut lazımdır. Konkret iş, konkret fakt olmadan bu cür ümumləşdirmə hüquqi mövqe deyil, sadəcə iddiadır. Hüquq iddialarla yox, sübutlarla danışır. Yeri gəlmişkən Azərbaycanda həm də yerli məhkəmələrin yalan ifadə verən şəxslərlə bağlı çıxardığı qərarlar var. 2020-ci ildə narkotik ittihamı ilə həbs olunmuş Ricat Kazımovun işində şahidlik eləmiş şəxsin ən azı 43 müxtəlif işdə şahidlik etdiyi bildirilir. Ali məhkəmənin qərarında yazılıb ki, o təkcə Yasamal rayon məhkəməsində baxılan 37 cinayət işində şahidlik eləyib.
Hüquq müdafiəçisi Zəfər Əhmədov deyir ki, Azərbaycan Cinayət Məcəlləsində məhkəmədə yalan ifadə verməyə görə yüngül cəzalar nəzərdə tutulub və praktikada tətbiq edilmir.